Zərifə xanım mənim həyat yoldaşımdır. Bəlkə də mənim qədər onu tanıyan, mənim qədər onu hiss edən adam olmayıbdır. Hətta onun valideynləri də bəlkə təbiidir ki, bəsləyiblər, böyüdüblər, təhsil veriblər, ona həyat veriblər. Ancaq mən ondan həyat qurandan sonra bircə yaşadığımız evrində təbiidir ki, mənim fikirlərim bütün onun haqqında deyilənlərdən daha da geniştir. Ne kadar çok il keçsə də bu ikinin ağrısını, acısını bizim ailəmiz həmişə hiss edir. Hesab edirəm ki, nəinki biz, mənim nəvələrim də, onların davamçıları da bu hisslərlə yaşayacaq və bizim hamımız üçün əziz, unudulmaz Zərifə xanımı həmişə qəlbimizdə yaşayacaq.